İlk əlamət sınıq olur. Sadə bir yıxılma, adi bir hərəkət, bəzən hətta öskürək belə. Paratiroid hormonu yüksəlir və bu hormonda qanda kalsiumu normal saxlamaq üçün sümüklərdən kalsiumu çəkməyə doğru gedir. Osteoporoz öz-özünü yox, başqa problemlərin nəticəsi olaraq inkişaf edir. Osteoporoz sakit gedən xəstəlikdir və sınıq zamanı yalnız xəbərimiz olur. Osteoporoz haqqında çox təhlükəli bir düşüncə vardır. Sümüyüm ağrımırsa, demək, problemim yoxdur, doktor müayinədə istəmirəm. Əslində, osteoporozun ən təhlükəli tərəfi də məhz budur. O çox zaman ağrı vermədən gedir və çox insan osteoporozu yalnız yaşlılıq xəstəliyi olaraq hesab edir. Yalnız nənə və babaların problemi kimi görür. Amma reallıq fərqlidir. Osteoporoz illərlə, bəzən 10 illiklərlə səssiz şəkildə inkişaf edir və çox vaxt ilk əlamət sınıq olur. Sadə bir yıxılma, adi bir hərəkət, bəzən hətta öskürək belə sümüyün dözmədiyini göstərə bilir və bu zaman artıq xəstəlik başladı yox. Xəstəlik çoxdan var idi demək daha doğrudur. Osteoporozu səssiz çürüyən bir körpüyə bəzənətmək olar. Üstdən baxırıq, hər şey normaldır. Maşınlar keçir, heç bir çat görünmür, amma içəridə material getdikcə zəifləyir. Dəmir paslanır, beton boşalır və bir gün ən adi yük də belə körpünün çökməsinə səbəb olur. Sümük də belədir. İllərlə yükü daşıyır, sən hiss etmirsən, amma mineral sıxlığı azalır. Mikrostrukturu zəifləyir və sükut hələ təhlükəsiz demək deyil. İndi əsas sualdan danışaq. Osteoporoz niyə bu qədər səssiz gedir? İlk səbəb odur ki, sümüyün canlı, amma ağrısız toxuma olduğunu unuduruq. Sümükdə sinir ucuları azdır və ona görə də zəifləmə ağrı ilə müşahidə olunmur. İkinci səbəb hormonal dəyişikliklərdir. Xüsusən qadınlarda estrogen azaldıqda menopauza dövrü sümüyün qorucu mexanizmləri zəifləmiş olur. Estrogenlər sümüyə deyir ki, parçalanma, dayan. Azaldıqda isə sümük itkisi sürətlənir. Üçüncü səbəb D vitamini çatmamazlığı və paratiroid hormon balansıdır. D vitamini uzun müddət aşağı qaldıqda paratiroid hormonu yüksəlir və bu hormonda qanda kalsiumu normal saxlamaq üçün sümüklərdən kalsiumu çəkməyə doğru gedir. Bu proses illərlə gedə bilər və insan heç nə hiss etməz. Dördüncü əsas səbəbi isə sekundar, yəni ikincili osteoporozdur. Yəni osteoporoz öz-özünə yox, başqa problemlərin nəticəsi olaraq inkişaf edir. Tiroid xəstəlikləri, uzun müddət kortikosteroid preparatlarının istifadəsi, xronik iltihabi, autoimmun xəstəliklər, revmatoloji xəstəliklər, qidalanma pozuntuları və bu hallarda osteoporoz daha gənc yaşlarda da görünə bilir. Nə edək? Buna necə düzgün yanaşaq? Burada ən böyük səhv nədir? İlk səhvimiz odur ki, osteoporozu yalnız sınıqdan sonra araşdırırıq. Doğru yanaşma isə riskə əsaslanan yanaşmadır. Risk kimlərdə yüksəkdir? Menopauzadan, yəni klimaksdan sonraki qadınlarda, uzun müddət süd verən analarda və ardıcıl hamiləlik keçirənlərdə, arıq bədən quruluşlu xanımlarda, ailəsində sınıq tarixçəsi olanlarda, tiroid hormonları və digər endokrin problemləri, revmatoloji problemləri olan insanlarda. Sümük sıxlığı DEXA yoxlanılır, vitamin D, paratiroid hormonu, kalsium fosfor balansı vaxtında qiymətləndirilməlidir. Və burada endokrinoloqun rolu niyə vacibdir? Çünki osteoporozun səbəbi tapılmadan sadəcə sümük dərmanına başlamaq olmaz. Bu yarımçıq yanaşmadır. Hər osteoporoz eyni mexanizmlə yaranmır və məqsəd yalnız sümüyü gücləndirmək yox, həmçinin zəiflədən prosesi dayandırmaqdır. Ona görə də bu videonu paylaşaraq insanları qorxutmayacaqsınız. Bu videonu paylaşaraq insanlara məndə hələ vaxt var deyənləri ayıltmaq, sümük ağrısını yaşa bağlayanlar üçün isə siqnaldır. Sınıq olmadan özünü qorumaq istəyənlər üçün isə bir əlamətdir. Osteoporoz sağala bilən xəstəlikdir və erkən aşkarlanarsa, hətta qarşısı alınaraq, uzun illər sınıqlardan qorunaraq yaşlılığımızı, yəni orqanizmin payızını deyə-gülə yaşamaq mümkündür. Bu videonu bəyənməyi, paylaşmağı və sona qədər izlədinizsə, kanalıma abunə olmağı unutmayın, özünüzə yaxşı baxın.